Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dərdərdə yas mərasimində ötən ay Şırdan, bu isə kebab verilməsi diqqət çəkib. Xəbər verilir ki, Dərdər rayonunda keçirilən bəzi yas mərasimlərində verilən yeməklər sosial şəbəkələrdə və yerli ictimaiyyət narazılıqla qarşılanıb. Belə ki, sakinlərin bildirdiyinə görə ötən ay keçirilən yas mərasimlərindən birində qonaqlara Şırdan təqdim edildiyi halda, bu ay baş tutan başqa bir mərasimdə kebab verilməsi diqqət çəkib. Məsələ ilə bağlı hüquqşünas Samillə Qulami fikirlərini bölüşüb. Yas mərasimləri mərhumun xatirəsinin anılması və ailəyə mənəvi dəstək məqsədi daşımalı olduğu halda son dövrlər süfrə bolluğu və yemək çeşidləri ön plana çıxır. Bu isə həm ailələr üçün əlavə maddi yük yaradır, həm də yas adətlərinin mahiyyətinə zidd hesab olunur. Yas mərasimlərində sadəliyə üstünlük verilməli, israfçılıqdan çəkinilməlidir. Onların fikrincə bu cür hallar cəmiyyətdə yanlış tendensiyaların formalaşmasına səbəb olur deyə o bildirir. Qeyd edək ki, son illər ölkənin bir sıra bölgələrində yas mərasimlərinin daha sadə şəkildə keçirilməsi ilə bağlı çağırışlar edilsə də, praktikada bu tövsiyələrə hər zaman əməl olunmur.